Bəli, əziz izləyicilər, Galatasaray Beşiktaş azarkeşləri arasında 6'nın 6'ya ikinci kiçik mini futbol e, Türklər demiş halı saha oyunu baş tutur. Bugün 30 Mart 2025-ci ildir 707 stadionunda yığılmışıq. Beşiktaş azarkeşlərinin sevincinə şərik olmağa. Burada Məhəmməd irəliləyir, Sacid telefonla danışır. Amid bəy hələ də oyuna gecikdiyi üçün Sacid ona yol baş salmağa çalışır. Kamran topladı. Kamala doğru oynuyor ama Kamal topu itirir. İlk altılıqları nəzərə salaq. Galatasaray qapıda Emil İsayev, müdafiədə Sacid Əhmədov və Visal Dövlətov, ortada Kamal Mustafayev, hücumda Kamran Mustafazadə və Amid olmalıydı. Amid oyuna gecikdiyi üçün Sacid burada telefonu yerə qoyur və oyuna başlamağa çalışır. Emil topu Sacit'e ötürür. Sacit Məhəmmədi yaxşı keçdi. Sacit ikinci cəhdində ayağı sürüşdü. Emil də qorxusundan yerə yıxıldı. Əli qarşısında yenə Sacit var. Əli sol cinaqda Emil'lə oynayır. Emin geriyə biraz asıldı. Pasını ötürdü. Vüsal müdafiədə yaxşı oynayır. İleriyə doğru ötürür. Emin topu alır. Emil'lə oynayır. Emil zərbə Məhəmməd və gol. Maçın ikinci dəqiqəsində Məhəmməd hesabı açır. Məhəmməd Məmmədzadə Nərban Axundzadənin aldığı formayla oyunumuzdadır. Kamran maça yenidən başlayır. Vüsal, Sacit. Beşiktaşın heyətinə baxmadan gol gəldiyi üçün Beşiktaşın heyətinə indi baxacağıq. Qapıda Tofiq, müdafiədə Emin Hüseynli və Əli Məmmədov. Ortada Pünhan, hücumda Məhəmməd Məmmədzadə və Emil Əhmədov oynayır. Kamal topladı, kesə bilmədi. İndi Kamran. Kamran pasını ötürdü. Kamal istiqamətində amma Tofiq topda birincidir və burada out. Qapıdan zərbə olacaq. Beşiktaşlılar qapıdan zərbəni yerinə yetirəcək. Daha doğrusu üçün zərbəsi, bəli. Studiyamızda üçün zərbəsi var. Kamalın pası Kamrana. Kamran zərbə Sacit Məhəmməddən qaydırmışdı Sacit'in üstünə top. Kamran out. Emin'in pası Əli. Kamal out. Emin'in səhvində Kamal bu hədiyyədən yararlana bilmədi. Tofiq qapıdan zərbəni başladır. Emin Kamranı kesir. Kamaldan əvvəl Əliyə ötürür. Əlinin uzun pası Sacit burada kəllə ilə topu qarşılayır. Emil solda Əli var. Onu gördü. Əli zərbə vura bilərmi? Vüsal qarşısını kəsir. Burada Kamran istiqamətini ötürür. Qarşısında 2 nəfər var və qapısı var. Kamran çəkir. Sağa dönür. Sacit'i görə bilərmi? Burada bilmirəm. Kamranın pası Sacit'ə. Top qapıdan arala keçir. Galatasaray gol vəziyyətlərini sağa sola harcayır. Görək ki, necə olacaq. Hatırlatmaq istəyirəm ki, artıq 3 dəqiqədir ki, Galatasaray bir nəfər azlıqdadır. İndi Emin pası Polad ayağı sürüşür burada. Polad deyirəm, üzr lütfen, üzr istəyirəm. Pünhan, bəli, Pünhan Bayramov studiyamıza artıq mesaj gəldi ki, Pünhan olmalıdır oradadır. Səsim də getdi. Burada Kamranın zərbəsi, Tofiq, Məhəmməd, Kamal gerdə qoyur. Məhəmmədin pası Əli. Topu ram eləyə bildi mi deyə baxıram. Kamran axıra kimi oynayır. Əli. Pressing var Galatasaraylılardan. Əli və bu pressing outla nəticələndi. Vüsal topu qazanır. Sacit istiqamətinə. Dəqiq olmadı pas. Məhəmməd. Emil. Emil Kamal'ı keçməyə çalışdı. Kamal topu out'a yolladı. Emil out'a başlayacaq. İnşallah bugün. Emil'in pası. Qapıcı Emil. Adaşı topu saxlayır. Özü irəliləyir. Bəlkə ötürməyib. Sacit'i gördü. Sacit orta ilə irəliləyir. Sağda Kamran var. Onu görür. Açılır. Kamran Sacit'e qaytarmağa çalışır. Sacit topu saxlaya bilir. Sacit'in pası keçmir. Məhəmməd müdafiədə yaxşı oynayır. İndi Pünhan Vüsal'la qarşı-qarşıya. Pünhanın cılız zərbəsi Emil'də qalır. Vüsal. Salın pası Kamran. Arxası çeviri. Keçir 2 nəfərin arasına sıyrıla bilir. Zərbəsi möhtəşəm bir gol. Möhtəşəm bir gol.
Kamuran Mustafayev 1-1. Da çirkin bir sevincin şahidi olduk Sakit Bey'den. Devam edirik. Maçın 5-ci və ya 6-cı dəqiqəsində hesab 1-1 oldu. Pünhan pası Əliyə. Əli sağdan vurdu, out. Yaxşı gəldi Beşiktaş. Daha doğrusu 2-cü zərbəsi olacaq. Vüsal qarşılayır. Emin topladı. Kamal'dan pressing var. Emin kesə biləcəkmi? Pasını ötürdü. Pünhan. Pünhan Vüsal'ı keçdi. Pünhan sağa seçip zərbə vursa tercih ola bilər. Məhəmmədin zərbəsi çox yavaş oldu. Pünhan Məhəmmədlə oynamaq istədi amma Məhəmməd bitiriciliğini danıştıra bilmədi burada. Kamran Məhəmmədi keçə bilmədi. Əli Məhəmmədə pas. Məhəmməd Vüsal qarşısını kəsir. Kamalın zərbəsi 2-cü zərbəsi olacaq. Tofiq yaxşı çıxartdı topu. Kamal yeni seçecek 2-cü zərbəsini. Sakit boşladı. Sakit'i görmək istədi mi? Vüsal'ı mı görmək istədi bilmirəm. Ötürdü Kamal pası Sakit'ə çox yavaş. Qaydan topa Kamal Tofiqin üstünə vuranda 2-cü zərbəsi olur. Kamran 2-cü zərbəsini yeni seçecək bu səfər. Kamal yanına getdi. Sakit ortada. Vüsal arkada gözləyir. Kamal ortaladı mı belli değil. Emil solla ilerler, karşısında 2 Galatasaraylı var. Emil Vüsal'ı keçir. 3'e 2 geldiler, hatta 4'e 2, 5'e 2 geldiler. Beşiktaşlılar diyebilirim. Emil Vüsal'ı keçə bilmədi. Elimi Kamran mı? Kamran topu saklayabilir ama qapısı üstün. O Pünhan yaxşı oynayır burada. Sakit ve Kamal'ın arasında yaxşı çıxır ama out. Galatasaray'ın Sakit biraz riskli yere ötürdü. Vüsal ters ayaqda yakalandı ama topu uzaqlaşdırma bacardı. Emin topu out'a çıxmasına icazə verir. Tofiq Əli ilə oynayır. Pünhan istiqamətinə. Pünhan Sakit'i yaxşı keçir. Solundan atır. Sağından atır. Solundan keçir. 2-cü zərbəsi qazanır Beşiktaş. Emin Vüsal'ı keçə biləcəkmi Emin? İkili mübarizə. Pası Pünhan'a. Pünhan Əliyə buraxa bilərdi. Buraxdı. Zəif buraxdığından Kamal top araya girib topu alır. Pünhan uzaqda Emil'i görür. Emil təhlükə ola bilər. Emil zərbə və xəttdən çıxartdı Sakit. Qapısını və Vüsal'ı keçən topu xəttin üzərindən çıxartdı Sakit. Qapısını Real goldan xilas etdi. Oh my god. Emil out yerini tezək. Pas Vüsal qaytardı. Emin Vüsal yenə qaytardı. Sakit mi Məhəmməd mi? Məhəmməd Emin oynamaq istəyərkən Kamran araya girir. Galatasaray əksüsümü təhlükə ola bilərmi? Sakit topu aldı. Çevrildi. Vurdu. Tofiq çıxartdı topu. Emin'i ötürmək istədi ama out. Galatasaray'ın. Maçın 9-cu dəqiqəsidir. Galatasaray azada olmasına baxmayaraq 1-1 hesabı qorumağa başarır. Kamranın pası Kamal yenə qapısının üstünə vurdu. Emil əksüsüma çıxacaq Beşiktaş. 3'e 2, 4'e 2 gəldilər. Yenə Galatasaray azdaları müdafiə edə. Pünhan ötəcəkmi? Ötürdü. Sakitə dəyən top 2-cüyə gedir. 2-cü zərbəsi olacaq. Üçüncü zərbəsi yönəltilecək. Emil pası Məhəmmədə. Məhəmməd yenidən Emil'e oynuyor. Üçüncüdə oynayır Beşiktaşlılar. Galatasaray bayrağı nə qəşəng durur orada. Məhəmməd pas Emil'e. Emil pas Əli qapıcı və Sakit topu 3-cüyə çıxardır. Emil Əli zərbə Vüsal'dan qayıtdı. Galatasaraylılar azlıqda olduqları üçün güclərini saxlayırlar və müdafiəyə qısılıblar artıq sanki. Pünhan Kamal topu ata çıxardır. Pünhan sürətli başlayır. Emin Beşiktaşlar sayca üstünlükdən
Mümkün qədər yaralamaq istəyir. Əli, Əli pası sakit. Topu kəsir. Kün zərbəsi. Pas Emin. Orada Məhəmməd təhlükəli zərbə idi. Emil əla dayandı qapıda. Emin pas. Əli, Məhəmməd. Yaxşı zərbə olmadı. Eminin qayıdan topa zərbəsi Kamal çıxartdı. Kamran indi hücum sırası Galatasarayda. Məhəmməd sakit topu kəsir, pasını ötürməyə çalışdı. Emil topu aldı. Kamal burada topa toxunur və qapıdan zərbə. Tofiq, Pünhan. Galatasaraylılar pressingle hücuma çıxmağa çalışdılar. Vital topu alır. Kamal aldı topu, ötürdü Kamran'a. Kamran qarşısında Əli var. Məhəmməd qarşını kəsir və topu alır. İndi hücum sırası Beşiktaşda. Kamalı keçir Məhəmməd, pasını ötürdü Pünhan'a. Pünhan yenidən Məhəmməd. Sağ krayda Əli, zərbə out. Vüsal pas. Kamran hərəkətlənməyəndə top Pünhanda qalır. Burada fair play nümunəsi. Kamran da bir fair play, qarşılıqlı fair playlər. Gözləmədiyimiz hərəkətlər. Emin'in pası az qala itirirdilər topu. İndi Emil'dən pas. İndi itirdilər. Kamal power shot deneməsi Tofiq çıxartdı. O sakit nəzərləri görürük burada. İndi Kamal zərbə edəcək. Bir pas Kamran istiqamətinə. Burada Məhəmməd yaxşı oynadı. Topu kornerə çıxartdı. Kamran pas Vital istiqamətinə. Vital topu gözlədi. Amma out'a. Emin out yerini tezək. Pas Emil'e. Emil yavaş ilerleyir. Pasını verir. Əli. Qarşısını kəsən yoxdur. Çox rahat pozisiyada. Çox pis vurdu Əli. Maçın 13-cü dəqiqəsindəyik. Beşiktaş hələ də hesabda azlıqdadır. Hamid Bey'in komandamıza verdiği töhfələr nəticəsində hələ də azlıqda oynayırıq. Kamran. Emin var karşısında. Kamran Emin'i kesir. Vüstal'ın zərbəsi out. Qapıdan zərbə olacaq. Kamran topu alır. Emin. Tofiq topu uzaqlaşdırır. Emil. Pasını verdi Məhəmməd. Məhəmməd çox təhlükəli olur. Məhəmməd döndü. Emil. Qaydan top Emil out. Kamal hücuma çıxmaq istəyir. Pasını ötürdü Kamran'a. Qarşısında 3 Beşiktaşlı var. Kamal oynayacaq mı? Zərbəsini endirir out. Tofiq qapıdan zərbəni yeniləcək. Pasını verdi. Orada top kiməsiləyib. 2-cü zərbəsi olacaq. Sakiti görürük. Burada əllərini qaldırıb. Bir işə yaramır. Kamran zərbəsini Tofiq çıxardır və out. Kamran out yerini sezək. Kamal top istəyir. Sakit top istəyir. Şimdi oynayacaq. Kamalı görür. Kamal. Qarşısında Emin var. Emin tullanır. Pünhanı və Emini keçən Kamal müdafiədə. Rəqibini keçə bilməyəndə. Out Galatasaray. Vüsal. Kamal gəlib top aldı. Kamal ortalayacaq. Kamal ortaladı. Kamran istiqamətində amma Tofiq topda birincidir. Emil. Beşiktaş yenidən hücuma çıxacaq. Məhəmməd. Sağdan hücum. Məhəmməd pasını ötürdü Eminə. Emin Hüseynli pas Pünhan Emil'e bırakır. Sağda Məhəmməd var. Zörbə gəldi. Emil çıxartdı. Sakit uzaqlaşdırdı. Out Beşiktaşın. Pünhan out'u başlatdı. Əli. Vistalı keçdi. Kamalı keçdi. Sakitdən əvvəl Məhəmmədə ötürdü. Dirək. Qaydan top. Emil'in zərbəsi sakit topu çıxardır. Kamal out'a çıxmanı izə vermir. Sakit kəllələri uzaqlaşdırır. Kamran istiqamətinə. Emil və Kamran burada mübarizə aparacaq. Məhəmməd də var. Sakit ötürmək istədi Kamran. Emil burada ayaq arası keçirmək istədi. Yuxuda görər. Emil qarşısında sakit var. Pasını ötürdü.
Əli topu yaxşı ram edə bilmədi. Top qapısıya qədər gəldi. Emil dərhal başladı. Burada gün gözümüzü çıxartdı. Emil Sarısı keçdi. Kamranı keçdi. Emin'i ötürdü. Kamal qoymadı. Kamran ötürə bilərdimi deyə fikirləşirik. Emil qarşısını kəsdi. Kamran, Kamal. Kamal ortaladı. Kamrandan əvvəl Tofiq. Emil topu uzaqlaşdırır. Out. Top tavana dəyir burada. Kamal, Rüsal dərhal hücuma. Çox bərk alındı bu pas. Maçın 16-cı dəqiqəsindəyik. Artıq maçın 4də 1 hissəsi başa çatıb və Galatasaray hələ də azlıqdadır. Pünhan sakit topu kəsir. Pünhan davam etsə hücum. Qarşısı boş qaldı. Pünhanın zərbəsi Vüsala dəyir top. Əllə oyun iddiaları və qayda pozuntusu. Cərimə zərbəsi yeni sezər Beşiktaş. Top ələ dəydiyi üçün dərhal qapıya zərbə yoxdur. Pasla başlamalıdır Beşiktaşlılar. Emil yerinə tezək. Məhəmməd boşdur. Kamran nəyə baxır? Kameramanımızın töhfələri zoom olur. Galatasaray bayrağı göz oxşuyur. Şərfi dərbisin. Emil yeni tezək. Əliyə ötürdü. Əlinin zərbəsi Sakitin arxa yumuşaq nahiyəsində partlayır və out. Emil qapıdan zərbəni yetirib Vüsal. Kamran. Kamal istiqamət. Daha doğrusu Kamal Kamran istiqamətinə. Başladı Beşiktaş. Pünhan. Sağda Məhəmməd. Məhəmməd qarşısında Sakit var. Solda Emil'lə oynayır. Emil'in qarşısında Vüsal var. Məhəmmədin zərbəsi qapıdan yanından keçir top. Sakit burada Amidlə danışdığını görür telefonla. Topu verir Emil'ə. Danışmağa davam edir. Oyun stadionun yerini başa salmağa çalışır. Kamal burada. Ronaldinho skills. Quaresma skills. Kamal 3 nəfər var ətrafında. Ağıllara bir foto geldi. Bir sarışın, 3 qaraşın. Kamal, Kamran Emin'i kesip vura bilmir. Emin topun qarşısına olur. Çox yaxşı. Pünhan əksuma çıxır Beşiktaş. Pünhan sağda Məhəmməd, solda Emil. Pünhan Məhəmmədə buraxır. Amma Vital topun qarşısını kəsir. Məhəmməd dərhal başlayır. Pünhan. Sola keçəmək mümkün değil bugün. Emin. Emin'in pası Əli. Əli solda Emil'i görür. Müdafiədə sıxılıb Galatasaray. Pünhanın zərbəsi. Burada Emil'in dirsəyi Sakitin başına dəyir. Allah'tan esin olmur. Kamal, Kamran. Yazın Kamal tek pas. Kamal solda Sakit vardı. Sesini çıxardırdı ama Kamal görmədi. Canı sağ olsun. Out. Kamran dərhal başladı. Burada Emil'in başına dəyir və Tofiqə satır top. Məhəmməd. Solda Əli. Vüsal var qarşısında. Vüsal bugün kesilməzdi. Məhəmməd. Emil. Əli. Əlinin pası Emil. Kamal'dan çıxan top. Out. Beşiktaş'ın. Emin. Emin yavaş irəliləyir. Zərbəsini vurur. İki həmlədə topun sahibi olur. Emil İsayev. Kamran. Emin və Məhəmməd var. Kamran. İkisini də keçdi. Sağa atıldı. Döndü, saxladı topu. Sağda Sakit, solda Kamal. Kamal'ı gördü. Görmək istədi daha doğrusu. Maçın 20-ci dəqiqəsindəyik. 3-də 1 hissəsi geridə qaldı oyunun. Sakit burada maraqlı bir zərbə sınamaq istədi amma. Out. Tofiq. Məhəmməd. Sağda Əli var. Solda Emin var. Mərkəzdə Pünhan'la oynadı. Pünhan yenidən Əlini gördü. Qarşısında Vüsal var. Əli Vüsalı kesir. Əlinin pası Emil. Out. Adaşı qapıdadır. Emil. O da outa göndərir. Emin.
Pünhan. Center'dan gəlir Pünhan. Zərbə vurmağa açıldı. Pünhan Kamran keçdi. Əli. Əlinin pası Pünhan. Emil'dən möhtəşəm bir reaksiya. İkinci qaydan topa Məhəmməd artıq bitirir. 2-1. Məhəmməd Məmmədzadə özünün və komandasının ikinci qolunu atır. Beşiktaş'ı yenidən hesabda ön keçirir. Ama Emil'in bu reaksiyası unudulmaz olacaq yəqin ki. Havada uçtu. Vakashimaz onu yada saldı. Kamran, Kamal. Kamal ileride Kamran. Kamran 4 nəfər var aslında. Kamal. Kamal ötürməyəcək təbii ki. Ondan ötürməyini gözləyən yoxdur. Stadionu odağa çevirməyi xoşlayır. Fırlanır. Kamran, künc zərbəsi. Kamal. Pasını ötürməyə çalışdı. Əli. Sağda Məhəmməd. Məhəmmədin pası. Pünhan topu saxlaya bilmədi. Out. Qapıdan zərbə olacaq. Maçın 22-ci dəqiqəsi. Kamran. Artıq deyəsən Amid gəlib, bəli. Sakit burada Amidə Asarın yerini göstərdi 22-ci dəqiqədə. Sakit hücuma açıldı, amma topa çatmadı. Burada Sakit Eminə bir dənə qoydu. Out. Kamran. Emil. Tevfik. Emil. Pressing yoktu. Gözləyirlər oyuncular. Vital. Sakit. Sakit gelir. Emin'i geride koymaya çalıştı. Emin topa rahat aldı. Pası Məhəmmədə. Kamal. Geri aldı topu. Emil İsayev uzun oynadı. Sakit istikametine. Emin burada topla birincidir. Qayda pozisiyonu yoxdur. Oynamaq lazımdı. Əli. Əlinin pası Məhəmməd. Pünhan mı Emin mi? Burada birbirini saçtırdılar Pünhan'la Emin. Top Galatasaray'da. Vüsal sakit istikametine. Kamran topu saxlayır. Kamran çəkdi sağa. Zərbəsini vurdu. Əli. Daha doğrusu pas ötürmeye çalışmıştır Kamran. Kamal burada pasın karşısına alır. Kamal elini köşeye keçir. Kamal Emil'i de keçir. Kamal sağ ötürmeye lazımdır Kamal. İndi saçtı gördü. Sakit arkası dönüp potunu verdi Kamran'a, satmadı ama Kamal'da top. Kamal'ın zərbəsi out. Məhəmməd. Pünhan. Qarşısında Kamal var. Pünhan. Pas. Məhəmməd istiqamətində. Üçüncüdə Məhəmməd. Qarşısında Vital var. Vital dediğimiz kimi bu gün kesilməzdi. Benim 23 dəqiqədə xatırladığım sadəcə bir dəfə Əli sağ sınavdan Məhəmmədi daha doğrusu üzr istəyirəm Vüsalı keçə bilmişdi burada. Emil hoqqabazlıq eləməyə çalışdı amma top əlinə dəyəndə qayda pozuntusu. Vüsal sağda Kamran out. Kamran hələ ki istəksiz oynayır. Əli solda Emil out'a getdiyini görən sakit topu buraxır və qapıdan zərbə. Kamal. Top keçmədi. Pünhan. Pünhan pasını ötürməyə çalışdı. Vüsal qarşısını aldı. Əli möhtəşəm bir zərbə. Möhtəşəm bir zərbə. Hətta sakit orada turbaya baxır ki qırıldı mı ya yox. Masiyendən başlayacaq. Sakit. Zərbə. Burada sakit əsəbləşdi. Qapıya doğru deyəsən qapıya doğru vurmağa çalışdı. Amma korner getdi top. Əli. Kamranı qəşə keçdi. Qarşısında Kamal var. Solda Pünhan'la oynuyor. Pünhan qarşısında sakit var. Məhəmməd. Emil qəşə gəldilər. Beşiktaşlar. Emil'in zərbəsi out. Hesabın 3-1 olduğunu xatırladaq.
Hələ də Galatasaraylılar bir nəfər hazırladılar. Kamran Emini keçməyə çalışır. Kamran Sakit gəldi köməyə. Kamranın zərbəsi və gol. 3-2. Kamran özünün və komandasının ikinci golunu atır. Maçın 25-ci dəqiqəsində hesabı 3-2 edir. Və axır ki maçdan 25 dəqiqə 15 saniyə sonra, maçın başlamasından 25 dəqiqə 15 saniyə sonra Galatasaraylılar axır ki 6 nəfərdilər. 6-ın 6-ya ədalətli oyun görəcəyik indi. Bir nəfər azlıqda 3-2 gətirməyə bacardılar oyunu. İndi Əli Vüsal topu saxlayır yenə. Daha doğrusu out'a çıxardır. Əli pasını verəcəkmi? Məhəmmədə verdi. Qarşısında Vüsal var Məhəmmədin. Geriyə Emin. Solda Emil. Emil ortaladı. Vüsal topladı. Burada elle oyuna mı işaret ettiler? Bir şeyler oldu orada. Hatırladım ki ben kiçik pəncərədən baxdığım üçün bəzi görüntüləri görmürəm. Bunun üçün üzürlü sayasınız. Emil zərbə endirəcək. Qayda pozuntusu var idi. Bir nəfər canlı sədd. Emil gəlir, pasını verir Əliyə. Əli. Out Emil'in. Beşiktaş'ın yani. Emil. Başladı. Məhəmmədin zərbəsi. Orada bir anlaşmazlıq oldu qapısıyla Vüsal arasında. Məhəmməd. Qarşısında Vüsal var. Pasını ötürür Əliyə. Yenidən Məhəmməd. Məhəmmədin pası Amid. Topu çıxardır. Out. Məhəmməd yeni Sezək. Məhəmmədin pası. Emin saxlayabilir bunu. Pünhan. Emin. Sakitin pressingi var. Ne dərəcə pressing demək olarsa buna. Məhəmməd, Kamal, Məhəmməd anlaşmazlıq. Kamal topu alabiləcəkmi? Emin topu saxlayır Kamrana. Kamran saxladı topu. Solda Amid, sağda Kamal. Amidin zərbəsi out. Üçüncü zərbəsi Kamran, zərbə out. Emin, Amid pressing vardı. Pünhan, sağda Məhəmməd. Burada çox təhlükəli oyun. Kamal ayağıyla Məhəmmədin başına zərbə indirdi. Məhəmməd də başıyla Kamalın. Neyse devam edirik. İnşallah biraz Kamal Bey'imiz şüenliğinden sonra grupta da demiştim Kamal Bey şüenliğiyle meşhur adamdır. Emin gözləyir Kamalın durmağını. Kamal hal-hazırda qırt yatıb. Əlinin zərbəsi sakit, rahat saxlayır. Amid Əliyə saxladı. Əli sağ sınavdan Beşiktaş hücumu. Əlinin pası out. Altı Kamran yeni Sezək. Arkada Vüsal var. O Kamal'ı görür. Kamal zərbə indirəmədi. Kamal indi. Solda Amid. Kamran və Sakit köməkdədir. Kamran pas, zərbə, Tofiq çıxartdı. Emil indi Beşiktaş hücum olabilirmi? Pünhan Emil'e saxladı topu. Emil'in pası Pünhan'a. Beşiktaş hücumu Amid topu saxlayır. Sakit. Sola atılır. Qarşısında Məhəmməd var. Hop elastik hərəkətlər. Axırı bilirik necə olacaq. Məhəmməd topu saxlayır. Səsim getdi. Vüsal. Kamran. Əli var qarşısında. Keçir əlini. Kamran. Qarşısında 3 Beşiktaşlı var. Solda Amid var. Sağı görür. Sakitin pası. O görür Kamalı. Kamal. Pasa ötürmək istədi. Məhəmməd topu qarşılayır. Əli. Vüsal. Post Kamran'a döndü vurdu. Möhtəşəm gol. Osimhen'i hatırlattı bize Kamran. Özünün hat-trick'ini etti. Hesap 3-3. Galatasaray yeniden hesabı beraberleştirdi. Pünhan. Pünhan özlü gelir ki Vüsal'ı çekti. Ama Ahmet'i kesin. Ahmet de çekti. Ahmet yere yıkıldı. Vüsal topu aldı. Ahmet. Kamran Əli keçdi. Vüsal. Vüsal'ın pası Kamran'da Emin karşılayır. Out Galatasaray'ın.
Kamran, Kamal. Qayda pozdu Kamala qarşı. Gözlədi Sakit. Sakit. Kamalın qalxdığını gördü. Oynamaya başladı. Pas. Hamid. Sakit. Pasını ötürdü Kamran istiqamətinə. Emin saxladı. Pünhan. Pünhan gelir. Pünhanın pası Məhəmməd. Emil'de top. Emil başlayır hücuma. Emin topu saklayamadı. Kamran'ın pası. Hamid çatamadı o topa. Boş kapıydı Hamid çatsa golla burun burunaydı. Emil keçir rəqibinə. Qarşısında Vüsal var. 3'e 1 geldi Beşiktaş. Out. İddialar var. Sakit topu istəyir. Yəqin ki fair play izləyək. Oh my god. Galatasaray necə fair play komandasıdır. Tevfik. Maçın tən yarısı geridə qayıb. Qayıb neydi ola? Geridə qalıb Məhəmməd. Məhəmmədin pası Emil. Qarşısında Vüsal var. Emil. Emil Vüsal'ı yenə keçəmir. Out. Emil out'u başlayacaq. Ama Beşiktaş oyuncularına heç kim. Günhan topa toxundu. Emil zərbə out. Qapıdan zərbə. Maçın 32-ci dəqiqəsi. Emil Sakitlə oynayır. Sol cinardan Galatasaray gəlir. Geri qayıdır. Sakit nəyi düşündü? Məhəmməd ötürməyi mi düşündü? Kamran. Daha doğrusu Kamal. Pası Kamran istiqamətinə Pünhan çıxartdı. Pas Sakit istiqamətinə Əli kornere göndərir. Sakit üçün zərbəsini itəcək. Hamid və Kamal gəldi üstünə. O Vüsalı gördü. Vüsal pasını ötürdü. Kamal. Kamal əlini çəkdi. Zərbə vurmaq istədi. Yəqin ki Əli topa toxunur. Out. Kamran. Kamal. Pas. Emirdən qayıdır. Kamal üçün zərbəsini itəcək. Yerini yetirir Tevfik. İndi Beşiktaş hücumu olacaqmı? Pas. Vüsal qaytarır. Out. Ali. Emil. Kamal. İlerleyir. Kamal pasını ötdü Kamran'a. Karşısında Emin var. Kamran'ın pası Amir istikamətinə. Amir'in arkasında qaldı top. Emin topu saxlayır. Pünhan üçün. Pünhan keçdi iki rəqibini. Ama Sakit topu atı göndərir. Emil out ile təzək. Əlini gördü. Qarşısında Sakit var Əlinin. Əli irəliləyir. Zərbəsini vurur. Emil'dən bir möhtəşəm save daha. Artıq bu save'ləri normal qarşılayıram. Əli zərbəsi Emil. Reaksiyasız qalıram Emil'in save'ləri qarşısında. Out olacaq. Out başlattılar. Topu itirdiler. Hamid topu karşısına atıp Kasımal açtı. Emin kapısıyla oynadı. Emil. Karşısında Kamal var idi. Vüsal out. Emin'e vurup out'a gönderir topu. Out Galatasaray'ın. Emil başkası olsa şüenli eləyər ama burada ara vermir ve onun arka yumuşaq nahiyəsində top Emil'e doğru üstülür. Hamid. Hamid özü oynuyor. Ama Əli topu alır onun pasında. Əli Mersi doğru meyillənir. Əli'nin pası sağda Məhəmməd. Məhəmməd pas. Heç kim yoxdur ötürdüyü yerdə. Sakit hara uzaqlaşdırdı Tevfik. Tevfik'in pası Sakit çatmadı topa ama Hamid çatdı mı diye bakarken out Galatasaray'ın. Kamal. Kamal pas Kamran istikametinde mi? Hamid istikametindeydi ama out. Ali out'a getirdi. Emin. Emin'in pası Vüsal topta birincisidir. Out. Məhəmməd yeni tezək bu sefer. Sol sınavda Emil'i görür.
Emil ile Emil. İki Emil karşı karşıyaydı. Emil'den top aldı. Pasını ötürdü. Mehmet uzaktan vurdu. Out. Üsal yeni tezleş kaplan zərbəni. Uzun yeni tezlerini bildirdi. Sakit istikamətinə. Sakit topu aldı. Pasını ötürdü. Hamit kontrol. Kamal. Sağda Hamit var. Ötürmədi. İndi ötürdü Hamidə. Hamit out. Məhəmməd. Xan topu yaxşı ram edə bilmədi. Out Galatasaray. Emil uzun oynadı yine. Kamran topu sakladı. Karşısında Emin var. Arkasında daha doğrusu Emin var. Kamran dönmek istedi. Mehmet de top. Mehmet 3'e 1 geldi Beşiktaş. Karşısında Vüsal var. Mehmet'in pası Vüsal. Dünen bir gün evvel daha doğrusu Beşiktaş karşısında Davinson Sanchez yerine Vüsal Dövratov olsaydı belki her şey başka türlü olardı. Emil pas. Kamal. Kamal görmür yalnız arkadaşlar. Kamal seçti. Sağına zərbəsini vurdu. Tevfik. Sakit. Burada Sakit'in ayağına zərbə var idi. Her ne kadar Emil Bey Əhmədov şüenli eləsə də ki heç nə yoxdur. Allah'a and içsə, namaz qılsa, oruç tutsa da fərqi yoxdur. Top daha doğrusu Əli Sakit'in ayağına vurmuşdu. Burada qayda pozuntusu olduğu üçün, bəli gəldi bura. Qayda pozuntusu olduğu üçün uşaqlar da soruşdular. Qapıya zərbə var idi və burada Kamran qapını sınayır və qolu atır. Əslində bu Kamranın dördüncü qol olmalıydı. Amma digər ki rəqibimiz Beşiktaşdır. Galatasaraylıların rəqibi Beşiktaşdır. Və təbii ki şüvənli elədi. Baxışda görürsünüz Emil bəy şüvənli eləyir ki qayda pozuntusundan Pramoy qapıya, daha doğrusu dərhal birbaşa qapıya zərbə yoxdur. Burada Galatasaraylılar məcbur bu şüvənliyin qarşısında məcbur yenidən zərbə zəbəsini itirməlidirlər. Kamran topun başındadır. Kamran pasını ötürdü. Hamit kapı topu kurtardı. Bəli, bu haksızlığın karşısında susuruq. Fünhan. Fünhan'ın pası. Mehmet Vüsal buradadır. Out. Mehmet pasını ötürdü. Solda Emil. Hamit topu aldı. Out. Emil. Emil'in pası. Elden evvel. Emil İsayev. Hamit Sakit. Bir anlık topa tokundu. Ali Emil. Yeniden Ali. Pas Emil'e. Emil Kamal topu aldı. Gaydan top Pünhan. Vüsal. Out. Emil pas Sakit topu çıxartdı. Kamran saxlayır. Kamal solda Sakit, sağda Kamran. Kamal gelir. Solda Sakit bomboşdur. Kamal pasını ötürdü ama top Sakit'in arkasına düşür. Sakit burada Kamal'ın zərbə vuracağını düşünmüşdü. Artıq ümidi üzmüşdü pasdan. Emil pas Sakit'e saxlayır Sakit. Ama əlini kəsə bilmir. Əli solda Emil. Emil out. Kamal uzun başlayır. Emil yeni ara vermir tabii ki. Mehmet. Vüsal uzaqlaşdırır. Kamran topu yaxşı saxlaya bilmir. Out Beşiktaş'ın. Emin. Daha doğrusu Əli. Əli keçdi rəqiblərini, amma Sakit'i kəsə bilmir. Tevfik. Yenidən Sakit. Out. Vüsal topu saxlayır Pünhan'a. Pünhan. Solda Emil. Zərbə Vüsal'a və Sakit'ə deyir top. Məhəmmədin zərbəsi out. Galatasaray müdafiəsi yaxşı təsir bağışlayır bugün. Kamal pasını ötəcəkmi? Zərbə vurur Emin. Sağda Kamran bomboş idi ay Kamal. Kamal Vüsal. Vüsal da zərbə indirir. Out.
Maçın 40-cı dəqiqəsindəyiz. Son 10-11 dəqiqə qalıb maçın bitməyinə. Məhəmməd, Emil, Emilin pası, Məhəmməd, Kamran topu saxlayır, Kamala ötürür, Kamal, Emin qarşısını kəsir. Kamal yeni itirdi autu. Kamran çəkdi zərbə vəziyyəti. Amid Kamranı gördü təzədən. Kamran ötürmək. Kamal saxlayır Vüsal üçün. Vüsal sağda Sakit var. Onu görür. Sakit çəkir sağına. Pasını ötürərkən Pünhan topu kəsir. Out Galatasaray'ın. Sakit Vüsal'a ötürdü. Vüsal'dan Kamran'a. Kamran topladı. Məhəmmədi və Pünhanı kesir. Kamranın zərbəsi out. Məhəmməd pas Əli. Əlinin zərbəsi Emil. Yenidən qapıçılığını danışdırdı Emil. Emil'den Məhəmmədə. Pünhan. Pünhan'dan Məhəmməd istiqamətinə Əli topu aldı. Əli çevrilmək istəyir. Əli çevrilir. Zərbəsi Amid. Amid və Vüsal orada qarşısını kəsdilər Əlinin. Məhəmməd out yenisidir. Pası Pünhan'a. Pünhan yaxşı saxladı amma Sakit burada topu çıxardır. Kamran istiqamətinə. Kamran təhlükələr küsüm. Kamran topu saxlayır. Qarşısında Emin var. Kamran pasını ötürəcəksə 2 nəfər. Kamran buraxdı. Sakit buraxsa orada Amid bitirəcək amma görmədi onu və burada Sakitin ayağı səhv eləməmsə Eminin ayaqları arasında qalır. Penalti gözləyir Galatasaray həmişəki kimi. Kamal Sakit ayağı qalxacaq. Qalxır. Kamal out Galatasaray'ın. Sakit bomboştu. Kamran'la oynuyor. Kamran yavaş zərbə. Amid qaydan top. Sakit dınk havaya. Vüsal lomp göyə. Qapıdan zərbə. Maçın 43-cü dəqiqəsi. Emin. Amid topun qarşısını kəsir. Out. Emil topu mənə burax dedi. Ötürdü. Bunun üçün mənə burax dedi. Amid topu saxlayır. Kamal. Sakit o qədər əmindir ki, ötürməyəcəyindən və ya topu tezəyindən Emilin zərbəsi öz oyunçusuna dəyib out'a gedir. Vüsal yenə uzun oynuyor. Kamran topu saxlayır. Kamran. Amid var. Amid'e açılmağını dedi. Kamal gəldi köməyə. Amid'e pas. Amid və gol. Və gol. Galatasaray hesabda ön kesir. Amid'in golü. Maça center'dan başlayacaq Beşiktaşlılar. 4-3 Galatasaraylılar öndədir. Pünhan pas ötürməyə adam axtarır. 6-in 6-ya oynaya bilməzlər təbii ki Beşiktaşlar Galatasaraylılarla. Məhəmməd Əli var qarşısında. Emil'e ötürdü. Məhəmmədin zərbəsi çox zəif. Sol ayağı ilə vurdu. Səhv xatırlamırsa zaten sol ayağıydı o. Amma yaxşı zərbə alınmadı. Vüsal yenə uzun oynuyor. Kamran istiqamətinə yenə out. Galatasarayların uzun toplarında biraz problemler var ya. Əslində qısa paslarla sıxsalar. Burada Pünhan Kamran geride koyuyor. Emil o da Kamran geride koyuyor. Emil pası. Kamal topu alır. Təhlükəli ola bilər. Amid tələssi Amid. Amid tələssi. Solda Kamran, sağda Kamal var idi. Emil, Məhəmməd, Əli dönmək istəyir. Amidi geride qoydu mu? Out. Başlayacaq Beşiktaş. Pünhan. Pasını ötürdü. Emil'in pası out. Emil yine uzun oynuyor. Yine top itkisi. İhtiyacı yoktu uzun oynamağa. Tələsmək lazım değil.
Burada kiçik bir Kamal başlayacaq. Vüsal başlayır. Qaydan top Kamal. Əli. Əli. Pas. Emil. Daha doğrusu zərbəydi bu. Emil qapısını qoldan xilas edir. Pünhan. Orada ələ mi dəydi top? Pünhan çininə dəydiyini iddia edir. Tamam, sakit dedi top, tamam. Problem yoktu. Zaten outtu. Zaten biz başlayacak. Ne ihtiyaç var bu dava? Hiçbir şeye faydası yoktur. Sakit başlayacak topa. Uzun mu oynayacak? Hayır. Vüsal'a ötürür. Vüsal uzun oynuyor ve topu itirir. Tevfik. Emin. Emil. Ahmet var karşısında. Ahmet topu alır. Saçtın pası Kamran istikametine. Tevfik topta birincidir. Out'a gönderir topu. Maçın 46. dəqiqəsindəyik. Bitimə son 5 dəqiqə qaldı və Galatasaray 4 öndədir. Sakit. Pasını ötürdü Kamran istiqamətinə. Yenə uzun top, yenə top içisi, amma bu sefer korner. Kamranın pası yenə out olacaq. Oyun devam edir. Kamran. Out. Hücumda sakit bomboştu. Orta arkada top gözləyir. Kamranın pası Tevfik'ten qaydan top. Sakit keçir əlini. Saxlayır topu. Əli hücumun qarşısını kəsir. Sakit əlini keçir. Pasını verir. Emin. Kamran top istəyirdi. Solda Emil. Out. Pas solda. Heç kim yoktu. Yine uzun top. Yine top içisi. Günhan. Ahmet. Out yeni Sezer. Çamal. Çamal'ın pası Kamran istiqamətine Emin qarşılayır. Out Galatasaray'ın yine. Sakit. Out yeni Sezer. Çamal'a bırakır. Çamal'ın pası uzun oldu. Kapıdan zərbə. Maçın 48. dəqiqəsi Galatasaray 4 öndədir. Tevfik. Kamal. Yaxın oynamaq istədi. Məhəmməd topu aldı. Məhəmməd solda Emil. Ahmet rahat irəliləyir. Sağda Kamran var. Ahmet arkaya döndü. Kamal'a bırakmak istedi. Pünhan araya girdi, topu aldı. Tehlikeli hücum olabilir. Pünhan'ın kolayca sayfa pası sakit kəllə topu out'a gönderdi. Bıraksa out'a gelirdi zaten. Üçüncü zərbəsi olacaq. Sakit katledi. Emil hücum. Pünhan. Pünhan ve Mehmet. Pünhan'ın pası yeniden Kamran sağ sınavı ilerleyir. Pünhan. Vüsal karşı topu Ali. Ali'nin pası out. Emil. Pas Kamal'a. Axırcı kısa pasla hücuma çıxabilirik. Kamal. Gətirisi nə olacaq? Ahmet. Zərbə. Emin. Emin uzaqlaşdırır. Sakit. Kəllə ilə vurdu. Out. Tevfik uzun başlayır. Sakit kəllə ilə qarşılayır. Məhəmməd. Pas. Əli. Vüsal araya girir. Out. Maçın bitimine dəqiqələr qaldı. Emil. Pünhan atıldı. Zərbə mövqeyi. Zərbə. Out. Emil başlayacaq. Uzun başladı. Kamran. Topun üçüncü sıxmalı icra verdi. Dostlar gələcək. Ahmet yaxında. Kamal uzadı top istəyir. Kamalın zərbəsi və gol. 5-3. 5-3 Galatasaray hesab arasındaki fərqi 2'ye qaldırır və Beşiktaş qarşısında 5-3 öne keçir. Artıq stadionda bəstələr oxunur. Galatasaraylılar oley çəkməyə hazırlaşır. Emil'in pası Məhəmməd
Yaxşı ram edə bilmədi. Emil. Galatasaraylar çox rahatdı artıq. Kamran top oyunda da oynamaq lazımdı deyirlər. Kamran oynayır indi. Kamran top gözləyir. Komanda yoldaşları Amid çatmadı topa. Tevfik oyun devam edir. Emin pası Məhəmməd. Məhəmməd hücumda Vüsal qarşısını kəsir yenə Amid. Amid topu aldı. Kesməyə çalışır. Penalını kəsə bilmədi. Vüsal. Təsir sanki Galatasaray. Hücum Galatasaray oyuncuları müdafiədə çox yaxşı oynadı. Hücumda bitirici zərbələr, qapını deməyə ehtiyac yoxdur. Sadəcə Kamal pis oynadı bu oyunda. Kamran nəsə etməyə çalışdı. Sanki de arkada demiş deyirdi. Arka boşdu, arka boşdu, arkaya gönder diye. Out. Galatasaray. Ve maç bitir. Maç bitir. Galatasaray Beşiktaş'ı 5-3 məğlub edir. Galatasaray azarkeşlerini təbrik edirik. Bu komanda Beşiktaş'ı yenə məğlub edir bu stadionda. Birinci oyun 12-6 bitmişti. İkinci oyun 5-3. Bu oyunun daha yaxşı olduğunu deməyə ehtiyac yoxdur herhalde. Bu da galip komandanın galip oyuncuları. Təbrik edir şamını. Galatasaray her yerde en böyükdür.